Bəzi vitaminlər var ki, onların çatmamazlığı orqanizmdə qıcolma və epilepsiya törədə bilər. Bu vitaminlərə vitamin B6, vitamin B12, folinik asid və biotin çatmamazlığı aiddir. Bu vitaminlərdən xüsusilə B6, biotin və folinik asid çatmamazlığı adətən genetik keçişli xəstəliklər qrupundadır və bu uşaqlarda qıcolmalar dərmanlara tabe olmur və ancaq lazımi dozda vitamin aldıqdan sonra qıcolmalar dayanır və bu müalicə adətən ömür boyu davam etməlidir. Son tədqiqatlarda isə kəskin vitamin B12 çatmamazlığı da uşaqlarda qıcolmalara səbəb ola biləcəyi haqqda çoxlu məlumatlar vardır. Bu səbəbdən əgər qıcolma əleyhinə dərmanlara tabe olmursa və B12 düşüklüyü, kəskin B12 düşüklüyü varsa, bu xəstələrdə qıcolmaların səbəbi məhz B12 çatmamazlığı ola bilər və mütləq ilk əvvəl B12 çatmamazlığı müalicə olunmalıdır.